Kanalıma xoş gəldiniz. Ev şəraitində nar şərabın necə hazırlanmasını bilmək istəyirsinizmi? Elə isə videomu bəyənib sona qədər izləməyi unutmayın. Videoda gördüyünüz kimi çox ləzzətli, gözəl bir nar şərab hazırladım. Keçək nar şərabın hazırlanma qaydasına. Nar şərabı hazırlamaq üçün bizə tam yetişmiş, gözəl, sulu narlar lazım olacaqdır. Əvvəlcə yuyub təmizlədiyim narları bölüb dənələyirəm. Narları elə təmizləmək lazımdır ki, yəni dənələmək lazımdır ki, içərisində bir dənə də pərdəsi və qabığı qalmasın. Əgər onlar dənənin içərisində qalarsa, sizin hazırladığınız nar şərabın dadı tamı acı olar. Vaxtımız çox getməsin deyim, mən əvvəlcədən narın dənələrini təmizləmişəm, hazırdır. Narı dənələdikdən sonra nar sıxanla da əzmək olar. Ancaq mən bugün nar dənələrini əl blenderi ilə əzəcəyəm. Bilirəm, fikirləşəcəksiniz ki, mən blenderlə əzərkən narın dənələri də əziləcəkdir. Lakin onu deyə bilərəm ki, narın tumları o qədər sümüklü, bərkdir ki, blenderdə əzilmir. Yenə də qeyd edirəm, əgər narı qabığı ilə bərabər nar sıxanda sıxıb, suyunu çıxardıb nar şərab bişirərsinizsə, onda nar şərabınızda acılıq hiss edəcəksiniz. Yəni, narın qabığının acılığı suyuna çıxacaqdır. Artıq gördüyünüz kimi narları əzmişəm, yəni suyu çıxıb hazırdır. Narın suyunu dənəsindən ayırmaq üçün belə bir süzgəcin köməkliyi ilə süzürəm. Qoluma ağırlıq düşməməsi üçün ləyənin içərisinə belə bir kasa yerləşdirirəm. Süzgəci kasanın üzərinə qoyub bütün narların suyunu bu şəkildə sıxıb çıxardıram. Bunu əlimizlə də edə bilərik, lakin əvvəlcə mən belə suyunu qaşıq vasitəsilə, köməkliyi ilə sıxıb çıxardıram. Daha sonra cəcəyini əlimlə sıxıb tam suyu çıxana qədər, yəni içərisində qalan şirənin hamısını çıxardıram. Gördüyünüz kimi blenderlə əzsəm də hələ də heç bir dənəsi əzilməyibdir. Bütün dənələr diri halda qalıbdır. Narı tam sıxdıqdan sonra tumlarını atıram. Ləyəni odun üzərinə qoyub gür odda bişirirəm. Nar şərabı gür odda qaynatmaq lazımdır. Gür odda qaynadanda rəngi gözəl olur və tez buxarlanır. Tərkibində olan su tez buxarlanıb çəkilir. Nar qaynadıqca üzərinə belə bir kəf yığılır. Kəfi də yığıb götürürəm. Narı tez qarışdırmaq lazımdır ki, dibi yapışıb yanmasın. Artıq gördüyünüz kimi narın tərkibində olan su çəkilib, nar şərabın rəngi dəyişib və hazır olmağa başlayır. Mən üzərinə bir xörək qaşığı şəkər tozu, yarım çay qaşığı da duz əlavə edirəm. Xatırladıram ki, mən bayaq 2 kilo yarım nar dənəsi dənələmişdim. Duzunu da, şəkərini də tökdükdən sonra yenidən qarışdırıram. Nar şərabı nə duru, nə də qatı götürmək lazım deyil. Biraz da yaxından çəkib göstərirəm, hələ ki hazır deyil. Biraz da qaynatmaq lazımdır. Nar şərab hazır olduqca nar şərabın üzərində belə köpük, yəni gördüyünüz kimi şariklər əmələ gəlir. Bu o deməkdir ki, artıq nar şərabımız hazırdır. Nar şərabdan azacıq boşqabın içərisinə qoyuruq. Əlimizlə ortasından xətt çəkirik. Əgər o xətt birləşmirsə, demək ki, nar şərabımız hazırdır. Nar şərabdan qaşıqla götürüb süzürük. Əgər o mürəbbə məti kimi süzülüb, yəni qırılmadan süzülürsə, demək ki, nar şərabımız hazırdır. Duru olmasına görə narahat olmayın, soyduqca qatlaşacaqdır. Videoda gördüyünüz kimi rəngi qədər, dadı da, ləzzəti də çox gözəl olan nar şərab hazırladım. Nar şərabı balaca şüşələrə yığıb, soyuq sərin yerdə soyuducuda saxlayıram. Videomu bəyənib hazırlayan hər kəsə nuş olsun.